böyük ehtimal ki, yəni pulunuzu itirəcəksiniz, yəni orada da. Ona görə də belə şeylərə aldanmayın. Yəni bu onlayn qazancdan əlavə bunlar daha çox fırıldaqçılıq sxemalarıdır ki, bu kursu al, keç, öyrən və sən də durduğun yerdə pul qazan. Bu işi görməkdən ötürü həqiqətən də yəni ciddi şəkildə videolar yükləmək lazımdır və o videolara baxış gəlib gəlməyəcəyi də məlum deyil. Amazonda da təklif eləyənlər çoxdur. Kurs təklif eləyirlər ki, gəl qardaş, burada sən qazanc var sənə, yəni minlərlə 3000, 4000, 5000 dollar aylıq qazanc, 10.000 dollar aylıq qazanc var. Yəni baxırsan, deyirsən ki, bu necə ola bilər? Yəni internetdən pul qazanmaq. Görən bu mümkündür yoxsa yox? Bu barədə danışacağam. Eee, Söhbətə başlamamışdan əvvəl ilk növbədə bilmək lazımdır ki, internetdən pul qazanmaq deyəndə nə nəzərdə tutulur? Onlayn qazanc, burada kriptovalyuta ola bilər, eee, üzərindən qazanc, trading və yaxud da YouTube üzərindən qazanc ola bilər, Amazon üzərindən qazanc ola bilər, müxtəlif platformalarda qısa müddətli işlər yerinə yetirib buradan qazanc əldə etmək olar və sair. Kim ki, əgər belə deyək, özü özünə işləmək istəyirsə və yaxud da kim ki istəyirsə ki, əgər onun daha belə sərbəst qrafik olsun, o onlayn qazanca meyl eləyir. Bu əslində yaxşı bir şeydir. Amma son dövrlərdə onlayn qazanc daha çox bir balacada qumara bənzəməyə başlayıb. Çünki adamlar yəni orada allana bilirlər. Sizə bir çox ola bilər bloqerlər və yaxud da influencerlər qısa müddətə böyük gəlirlər təklif eləyir. Məsələn, 100 manat qoyursan, 200 manat götürürsən və yaxud da 200 manat qoyursan, deyək ki, 600 manat götürürsən və sair bu kimi belə deyək ki, şirnikləndirici təkliflər verirlər. Amma bu şirnikləndirici təkliflərin arxasında da müəyyən qədər marketinq hiylələri dayanır. Ona görə də mən biraz da öz təcrübələrimi bu işin içərisinə əlavə eləyib ümumi məlumat verəcəm ki, ümumiyyətlə onlayn yəni sferada qazanclar hansı formada olur, necə eləyək ki, aldanmayaq. Birinci istəyirəm ki, danışım nədən? Kriptovalyutadan. Kriptovalyuta, Bitcoin, Ethereum yəqin ki, hamımız eşitmişik bu haqqında. Yəni bunların bizə gəlir gətirməsi haqqında müxtəlif videolar var və yaxud da məlumatlar var internetdə. Amma kriptovalyutada iki cür əslində qazanc var. Birincisi spot qazancıdır. Yəni hər hansısa bir kriptovalyuta alırsınız, saxlayırsınız, ya dəyəri yüksəlir bir müddətdən sonra və yaxud da bir müddətdən sonra dəyəri düşə bilər. Yəni orada böyük bir risk var. Hər hansısa bir token alanda Bitcoin və sair fərqi yoxdur, hansı olur olsun. Yəni burada qazanc ola da bilər, ciddi şəkildə dəyər arta bilər və yaxud da dəyəri düşə də bilər. Ona görə də yəni burada bu birinci tərəfidir. İkinci tərəfi orada onlaynda və bu çox çətindir əslində. Çünki onu da qeyd eləyim ki, yəni hər hansısa bir coin-in qiymətini uzun müddətə bilmək, hətta bunun barəsində çox belə bəhbəhlə danışsalar belə, uzun müddətə o coin haqqında məlumatlı olmaq və onun qiymətini təsəvvür etmək, bilmək çox çətindir və bunu heç kim bilə bilməz. Ona görə də əlinizdəki o pulu da sonda təəssüf ki, itirə bilərsiniz. Yəni məsəl üçün kimsə sizə deyirsə ki, gətir bu coin-ə 500 dollar pul qoy, bu 1 ildən sonra olacaq, nə bilim 3000, 4000 dollar. Yəni buna qətiyyən inanmayın. Çünki heç kim onun qiymətini bilə bilməz və əslində coin-in bazar qiymətini formalaşdıran şey də nədir? Onun bizim almağımız. Yəni nə qədər çox adam o coin-i alsa, onun bir defisiti yaranır və bunun nəticəsində qiymət yuxarı qalxır. Yəni coin-in qiymətinin qalxmağının da əslində səbəbi odur ki, onu bir çox insan alır. Yəni kimsə qazanırsa, hardasa, kimsə itirir. Bu spot alış-verişidir. Yəni belə müqayisə eləyək, kobud bir müqayisə eləyək. Məsəl üçün samandır və yaxud da bir otdur, alırsan deyək ki, yayda, qışda onun qiyməti qalxır və satırsan. Bu təbii ki, çox davamlı bir biznesdir və bu mümkün bir ssenaridir. Amma bu coinlərdə belə bir şey yoxdur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Başqa bir məsələ nədir? Tradingdir. Trading nədir? Məsəl üçün qiymətin harasa düşüb hansısa nöqtədən qalxacağına deyək ki, bir proqnoz verirsiniz və bu proqnozun əsasında ya siz qazanırsınız, ya da itirirsiniz. Tradingdə əslində 95% insan təəssüf ki, itirir. Ona görə də kimsə sizə əgər desə ki, mənə gətir pul ver və mən bu pulu 2-yə, 3-ə qatlayacağam, bu çox çətin məsələdir. Bir balaca da qumara bənzəyir. Çünki orada müəyyən qədər pul qoyursan və o pulun müqabilində, yəni qiymətin enib qalxmağından asılı olaraq bu dəyişə bilər. Yəni uzun müddət əslində qumar biz statistikasına da baxsaq, yəni qazanc və itirmək 50-50-yə gedir.
Ona görə də yəni burada qısa müddətə müəyyən qazanc ola bilər, amma uzun müddət o qazandığın pulu da itirmə ehtimalı çox böyükdür. Ona görə də çox diqqətli olmaq lazımdır bu məsələlərdə. Bəli, bu trading məsələsidir. Yəni trading çox çətin bir sahədir. Burada ciddi analiz lazımdır, burada ciddi vəsaitlər oxumaq lazımdır. Yəni kimsə sizə təklif eləsə ki, məsəl üçün gəl mən bu işi sənə 1 ay öyrədəcəm, mənə bir $500 pul ver. Qətiyyən bunu eləməyin. Çünki sizin o işi öyrənməyiniz üçün çox böyük bir vaxt lazımdır. Yəni treyderlər, bu işlə məşğul olan insanlar, yəni çox stressli bir işdir və hər gün bununla məşğuldurlar. Və burada uğur əldə eləmək, yəni 95% insan burada uğursuz olur. Ona görə də o sferaya girməmişdən qabaq dəqiq bilmək lazımdır. Kimsə sizdən deyək ki, bunun kursunu təklif eləsə sizə, və heç vaxt yəni onun kursunu almayın. Əks təqdirdə yəni bu kömək eləməyəcək. Yəni bir aya siz trader olmayacaqsınız və əlinizdəki pulu da böyük ehtimal ki, itirəcəksiniz. Ona görə də bu da başqa bir sahədir. Yəni onlayn qazancın bir sahəsidir, ehtiyatlı olmaq lazımdır. Dediyim kimi əslində uğur qazanmaq olar, amma mən biraz da bu öz təcrübəmə və gördüklərimə, yəni araşdırmalarıma əsaslanıb deməyə çalışıram ki, yəni burada qazanc çox da yəni gözlənilən deyil əslində. Başqa bir məsələ təbii ki, burada nədir? Yəni onlayn qazancların arasında yəni piramidalardır müxtəlif. Sizə təklif eləyirlər ki, filan qədər yatırım eləyin bu platformaya və bu platforma gündəlik sizə qazanc verəcək. Yəni kim yəni dayandığı yerdə sizə pul verər ki, bir təsəvvür eləyin də, yəni onu. Mənə 100 manat ver və mən sənə hər gün 5 manat, 5 manat qazanc verəcəm. Yəni bu da təbii ki, aldadıcı bir yerdir və böyük ehtimal ki, yəni pulunuzu itirəcəksiniz yəni orada da. Ona görə də belə şeylərə aldanmayın. Yəni bu onlayn qazancdan əlavə bunlar daha çox fırıldaqçılıq sxemalarıdır. Və burada kimsə dediyim kimi sizə hər hansı bir kurs təklif edirsə, coin təklif edirsə, kriptovalyuta və yaxud da trading təklif edirsə ki, mənə pul ver, mən sənin yerinə trade edib pul artıracam, yəni buna qətiyyən inanmaq lazım deyil. Əks təqdirdə pulunuzu itirəcəksiniz. Daha bir məsələ nədir? Daha bir məsələ təbii ki, YouTube-dur. YouTube-dan deyirlər ki, gəlir əldə eləmək. YouTube-da əslində gəlir əldə eləmək mümkündür təbii ki, amma çox çətindir. Burada 1000 abunə olmalıdır və ən azı sizin kanalda baxışlarınız 1 il ərzində 4000 saatı keçməlidir. Və buna da 4-5% YouTuber nail ola bilir. Ümumi statistikada, yəni kanalların statistikasını çıxardanda. Ən çox burada tirajlanan nədir? Kimsə sizə internetdə satış təklif eləyir. Deyir ki, bu kursu al, keç, öyrən və sən də durduğun yerdə pul qazan. Bu işi görməkdən ötürü həqiqətən də yəni ciddi şəkildə videolar yükləmək lazımdır və o videolara baxış gəlib gəlməyəcəyi də məlum deyil. Eynilə bu videoda olduğu kimi, yəni mən sadəcə olaraq mənə maraqlıdır, yəni öz təcrübələrimi bölüşürəm. Yəni hər hansı bir maddi marağım yoxdur, amma bunu əgər maddi maraq üçün insan eləyirsə, nəzərə almalıdır ki, yəni YouTube kanalının böyüməsi normal bir YouTube kanalı, yəni 90%-dən artıq YouTube kanallarının böyüməsi, 1000 abunəyə çatması 2 il ərzində baş verir. 2 il dayanmadan ora video yükləmək. Yəni əgər başqa bir işiniz varsa, o işinizi tərk edib YouTube-a gəlirsinizsə, yəni qısa müddətə burada gəlir, təəssüf ki, görsənmir. Yəni bu reallığı da bilmək lazımdır. Kimsə də sizə kurs satırsa ki, mənim kursumdan keçib burdan, ondan sonra sən YouTube-a video yüklə və gəlir əldə eləyəcəksən dayandığın yerdə, belə bir söhbət yoxdur. Yəni şirnikləndirici şeylərin arxasınca getməyin. Əks təqdirdə dediyim kimi o kursa verdiyiniz pulu da itirəcəksiniz və zamanınız gedəcək, eyni zamanda məyus olacaqsınız. Ona görə də buna ehtiyac yoxdur təbii ki. Daha bir məsələ nədir? Daha bir məsələ YouTube üzərində məsəl üçün baxırsan ki, məsələn kanallar var ki, onlar həqiqətən də çox uğurludurlar, 100 minlərlə baxışları var. Təbii ki, bu olacaq, çünki onların videolarına böyük resurslar sərf olunur, böyük pullar sərf olunur və onların əsas gəlirləri məhz reklam yerləşdirməsinə, yəni videonun içərisində hər hansı bir şirkət reklam yerləşdirir və ondan gəlir əldə edirlər. Amma ümumi təbii ki, gəlir yoxdur. Amazonda da təklif eləyənlər çoxdur. Kurs təklif eləyirlər ki, gəl qardaş, burada sən qazanc var sənə, yəni minlərlə 3000, 4000, 5000 dollar aylıq qazanc, 10000 dollar aylıq qazanc var. Yəni baxırsan, deyirsən ki, bu necə ola bilər yəni? Daha bir məsələ nədir? Amazondur. Yox, hamı eləyə bilər bunu. Dil bilməyə ehtiyac yoxdur. Bir dənə kompüter olsa bəs eləyir. Başqa heç nəyə ehtiyac yoxdur. Kompüter, amma demirlər ki, pul da lazımdır təbii ki. Ona görə orada da siz müəyyən qədər
pul, ayırmalısınız. Neçə yüzsə, neçə minsə dollar başlanğıc üçün və heç də, həmişə satışlarınız qaydasında gedəcək deyə bir şey yoxdur. Əgər satışlar qaydasında getməsə, o anbarın pulunu ödəməlisiniz, hansı ki, həmin məhsulları siz xaricdə saxlayırsınız. Yəni Amazonda nədir satış? Çindən alırsan, satırsan deyək ki, Amerika bazarına, Kanada bazarına və yaxud da digər Avstraliya, digər bazarlara və burada da riskləri nəzərə almaq lazımdır. Yəni orada satış zəif gedən anbarın pulunu ödəmək lazımdır. Bəzən nə olur ki, sizin malınızı alırlar, sadəcə olaraq yalandan yazırlar ki, yaxşı mal deyil, reytinqiniz düşür aşağı. Ona görə kimsə kurs təklif eləyir sizə ki, 2000 manat, 3000 manata bu kursdan keç, Amazondan yüksək gəlir əldə eləyəcəksən. Yəni bunun da arxasıca getmək olmaz. Mənim özümün də təcrübədən keçirdiyim məqamlar olub. Yəni YouTube-da da videolar yükləməyə çalışmışam. Müəyyən qədər kriptovalyuta ilə də maraqlanmışam və görmüşəm ki, orada əslində heç bir qazancım olmayıb. Yəni düzünü bilmək istəyirsə, halbuki yəni özü-özlüyündə də müəyyən qədər efor sərf eləmişəm və bunu etməyə çalışmışam. Amma nəzərə almaq lazımdır ki, bu sferalar olduqca çətindir və burada gəlir əldə eləməkdən ötrü xeyli sayda, yəni xeyli iş görmək lazımdır və buna vaxt sərf etmək lazımdır. Ona görə də ehtiyatlı olun ki, aldanmayasınız, pulunuz da cibinizdə qalsın. Videonu bəyəndinizsə, təbii ki, like eləyin, şərh yazın. Siz də əgər nə vaxtsa aldadıblarsa və yaxud da pulunuz gedibsə, bu barədə şərhlərdə, kommentlərdə bildirin. Şad olaram cavab verməyə və ümid edirəm ki, belə bir səmimi söhbətimiz alınır. Hələlik.